Salam əziz şagirdlər. Bu video izahımda 29 Mart 2026-cı ildə düşmüş dəyər sınaq altın 9-cu siniflər üçün riyaziyyat suallarının izahını verəcəm. Keçim sualların izahına. Deməli, ilk sualda nədir? İfadəsinin qiymətini hesablayın. -5 üstünə 3 gələndə bir dəqiqə. -5'in üstüne 3 gələndə modulda -2 vurulsun -4 üstə gəlinsin modulda -4 çıxılsın -6 modulda -2-dən 2 çıxır 2 -4'ə vuranda -8 deməli üstə gəlinsin 4 çıxılsın 6 yəni modulda -6'dan 6 çıxır deyə işarə dəyişikliyi olmur. -14 üstə gəlsin 4 cavab eləyir -10. Cavab oldu A variantı. 58-ci sualda ifadənin qiymətini hesablayın. Birinci sürət bu formada sürətləri hesablayaq. 2'də 1 çıxılsın 3'də 1 bizə verir 6'da 3 çıxılsın 2 6'da 1'i. Sonra 6'da 1 bölünsün 0'dan dövrdə 2'dir. Bölünsün 9'da 2. Bu da bu deməkdir. 6'da 1 vurulsun 2'də 9 12'də 9 eləyir bu. Digəri yenə də 6'da 1 bölünsün 9'da 3'dür. Bu da bize 6'da 1 vurulsun 3'də 9 verir. Yəni 18'də 9'u verir. Çıxaq ifadəni. Deməli, burada 12'də 9'dan 18'də 9'u çıxsaq, ortaq 36. Bunu vurmalıyam 3'ə, bunu vurmalıyam 2'yə. 9'u 3'ə vuranda 27. 9'u 2'ye vuranda 18, 36'da 27'den 18 çıxana 9. Bunlar ixtisar gedir. Cavab qalır 4'də 1 A variantı. Düzgün 5 bucaqlının daxilində kəsişən iki diaqonallar arasında iti bucaq neçə dərəcədir? Bir dənə düzgün 5 bucaqlı çəkək biz. Daxilində kəsişən iki dənə diaqonal çəkək. Bir diaqonal olsun, bu da olsun ikinci diaqonal. İti bucaq neçə dərəcədir? Tutalım ki, olsun məsələn, bura iti bucaq. Bu bucağı tapmaq üçün biz nə edirik? Bunu biraz kiçildək, biraz da kənara çəkək. Deməli, burada məsələ nədir? Düzgün 5 bucaqlının bir daxili bucağı 108 dərəcədir. 108 dərəcə. 108 dərəcədirsə, burada yaranan bu trapesiya, bu trapesiyanın bir daxili bucağı 108 dərəcədirsə, digər də 108 dərəcə. Nəticədə 2'yə vursaq, 2 kere 8 16, 2 kere 0 0 1, 2 kere 1 2 216 dərəcə. 360'dan 216'nı çıxsam, deməli 4 4 144 dərəcə. Deməli trapesiyanın oturacağındakı bir bucaq olur 72 dərəcə. 72 ise burada qalan bucaq yenə 108'dən 72'ni çıxsam qalar 6 3 36 dərəcə 36 dərəcə. Burada 36'dır. 36. Deməli onda burada 36 olur. 36 dərəcə. Burada 36 olur. Və buradan belə çıxır ki bu üç bucaqda fikir versəz, bu üç bucaqda iki daxili bucağı verib 36 36 iki daxili bucaq özünə qonşu olmayan xarici bucağa bərabər. Yəni alfa olur 72 dərəcə. Əla. Bir bank hesabında olan pul 15% artaraq bir bank hesabında olan pul 230 manat oldu. 15% artır 230 manat olursa deməli 115 faizli 230 olur. Əvvəl hesabda neçə manat pul var idi? Əvvəl 100%də x manat pul var idi. X'i tapsaq buradan 230 vurulsun 100 bölünsün 115. Bunlar ixtisar getdi. 2 qaldı. Cavab oldu 200. 200 manat pul var idi. Keçək 61'də vuruqlara ayırın. Mən bu vuruqlara ayırmaq üçün bax bunu bir qruplaşdırıram. Bu ifadəni bir qruplaşdırıram. Qruplaşdıraq görək. Birinci ifadədən 3x mörtəzə xaricdən çıxardıram. Qalır x üstə gəlinsin 2. İkincidən də 2y mörtəzə xaricdən çıxardıram. Qalır x üstə gəlinsin 2.
Hər tərəfdən x üstə gəl 2-ni mörtəzə xaricini çıxardıram. Qalır 3x üstə gəlinsin 2y. Cavab olur A variantı. Hipotenuzu 6 cm bərabər yanlı düzbucaqlı üçbucaq. Bir dənə düzbucaqlı üçbucaq çəkək. Bərabər yanlı. Deməli, hipotenuz da 6 cm-dir. Bərabər yanlıdırsa, burada 45 dərəcədir, burada 45 dərəcədir. Bizdən nəyə sor? Düzbucaqlı üçbucaq kiçik hündürlük. Kiçik hündürlük düzbucaqlı üçbucaqdır. Həmişə hipotenuza çəkilmiş hündürlükdür. Bu 45 dərəcədirsə, bu da 45 dərəcədir. Səbəb bura 90-dır. Və əlavə olaraq bərabər yanlı üçbucağın təpəsindən oturacağına çəkilmiş hündürlük həm də median. Deməli 3-ə bölür. Deməli bu hündürlük də nədir? 3 sm. D variantı. 84 qırmızı 126 sarı çiçəkdən eyni rəngdə və bərabər sayda olmaqla buket hazırlanmalıdır. Aha. Bir buketə ən çox neçə çiçək ola bilər? Deməli, bərabər sayda olmaqla buketlər hazırlanır. Eyni rəngdə və bərabər saylarda olmaqla. Əbobunu taparam bunun. Əbob 84, 126 eləyir 42. Yəni, vuruqları ayırsan, ortaq vuruq kimi 42-ni çıxarsan, 2 ilə neçə qalır orada? 126-da 3 qalır da, ona görə 42 olur. Deməli, bərabər saydadırsa, məsələn, 84-ü mən 42-yə bölsəm, 2 qırmızı çiçək, qırmızı, 42 sayda 2 qırmızı buket, 42 dənə güldən. 126-ını yenə 42-yə bölsəm, 3 sarı buket, və verilən şərtə uyğundur. Eyni rəngdə və bərabər sayda. 42 dənə eyni rəngdə bərabər sayda. Cavab olur D variantı. Tənliyini həll edin. Deməli, 3 minus x kvadrat bölünsün x bərabərdir. 6-nı keçirəm tərəfi 2x çıx 6-ya. 3 minus x kvadrat bərabərdir. 2x kvadrat çıx 6x. Kvadrata yüksəlsək 9 minus 2 3 6x üstə gəlsin x kvadrat bərabərdir 2x kvadrat çıx 6x. 6x'lar islah oldu. Keçirsəm bu tərəfə 2x kvadratdan x kvadrat çıxanda x kvadrat çıxılsın 9 bərabərdir 0 x bərabər plus minus 3. Və alınan cavablar bu məxrəci sıfıra çevirmir. Deməli cavab elə E variantı olur. -3 3 qiymətində. 65-ci sualda ABCD 4 nöqtələri çeviri üzərindədir. AB 38 qövsdən söhbət gedir. Deməli, bu AB qövsü 38 verib. AB qövsünün üzərinə mən bu CD qövsünə gəlib yarıya bölsəm, bax, yəni AB qövsü üstə gəlsin CD qövsü bölünsün 2. Mənə elə bu 44 dərəcəni verir də. 44 dərəcəni, yəni çevrədə. Belə bu formada kəsişən daxildə 2 dənə vətər və alfa bucağıdırsa, alfa bucağı bərabər olur. Bu qövs üstə gəl bu qövs. Belə bir xassəsə var. Xassələri bilmək lazım ki, rahat yazmaq olsun. Sonra AB qövsünün yerinə 38 qoyuram. 38 üstə gəlsin CD qövsü bərabər 2-nin 44 88. CD oldu 50. CD-ni tapdıq 50. Yəni bura 50 dərəcə. Bizdən CAD-ni istəyir. Bu alfa bucağını istəyir. O da daxili bucaq olduğu üçün 25 dərəcə. A variantı 65-də olur. A variantı. Sonra 66. ABCD düzbucaqlı trapesiyasında BC 7, AD 16, CD 15 olarsa AB parçasının uzunluğunu tapın. Mən C'dən AD-yə bir dənə perpendikulyar çəkirəm. Çəkdik. Bura 7-dirsə 16-dan 7 çıxanda bura 9. Pifagora görə 15, 225 çıx 81, bura olur 12. Onda AB-də nə oldu? 12. D variantı. 66-da. Bizdən AB istəmir, bəli, AB parçasının uzunluğu. İfadəsinin qiymətini tapın. Birinci buranı mən 6 böl kök altında 6-nı 6 vur kök altında 6 böl 6 yazıram. Qoşmasına vuram. Bunlar getdi kök altına 6 qaldı.
Digərinə 1 bölünsün kök altına 6 çıx kök altına 5-in yenə qoşmasına vururam. Kök altına 6 çıx kök altında 5. Üstə gəl kök altına 5. Altdan 5 çıxsan 1. Burada ama bizə kök altında 6 çıxılsın kök altında 6 üstə gəl kök altına 5 ifadəsi olur. Qabağına mənfi qürü mörtəzi yazdım. Kök altına 6 çıx kök altına 6 çıx kök altında 5. Bunlar getdi. Cavab qaldı mənfi kök altında 5 C variantı 67-də. 68-də tənliyi ilə verilən çevrənin radiusu neçədir? Deməli x çıxılsın 1-in kvadratı üstə gəl. Y kvadrat çıx 6y üstə gəlsin 9. Baba bu 2 vurulsun 3'dür. Üstə gəl 9 yazmışam, bir dənə çıx 9 bərabər 7 yazaq. X çıxılsın 1-in kvadratı üstə gəlsin y çıxılsın 3'ün kvadratı bərabərdir 16-ya. Çevrənin radiusu neçədir demir? Radius. Bu düstur nətər idi? X çıxılsın a-nın kvadratı üstə gəlsin y çıxılsın b-nin kvadratı bərabərdir r-in kvadratı. R-in yerində də r kvadrat 16'dırsa r olur 4. Oldu 68'də B. Sonra bərabərsizin ən kiçik tam həllini tapın. Bərabərsiz ədəd oxu çəkirəm. Sıfıra çevirən qiymətləri. X kvadrat çıx 5'i. X-in mörtəzi xaricini çıxarsam x çıxırsın 5 bərabərdir 0, x bərabərdir 0, x bərabərdir 5. 0 və 5. Sıfıra çevirən qiymətlərdir. 5'dən sağda bir ədəd versəm, məsələn 100 verirəm, kvadratı müsbət. 0-dan 5'in arasında 2 versəm 4 çıxılsın 10 mənfi. 0-dan solda bir ədəd versəm, məsələn mənfi 1 versəm müsbət. Bizdən bərabərsizin ən kiçik tam həllini tapın. Bərabərsizin həlli olur 0-5 aralığı. Ən kiçik tam həlli də 1 olur. D variantı. Aşağıdakilərdən hansı simmetri oxu daha çoxdur? Məsələn, bərabər tərəfli üçbucağın simmetriya oxu ümumiyyətcə nə deməkdir bilirsiniz uşaqlar? Simmetriya oxu məsələn tam bunu belə bölmüşəmmi? Bunu böləndə bax rəngli hissə ilə göstərirəm. Bu qırmızı ilə fikirləş. Bax bu sarının bükülməsi bax bu xəttdə üst-üstə düşməlidir. Bərabər tərəfli də düşür. Amma bərabər tərəfdə 3 dənə bax. Məsələn, bir dənə belə, tutam ki, bir dənə belə, mən şəklim belə tələsi çəkirəm deyə bu formada olur. 3 dənə olur. 3 dənə. Yəni bərabər tərəfli üçbucağın 3 dənədir. Kvadratın, yəni kvadratdır məsələn. Kvadratın bir diaqonallarından keçən 2 tutalım ki. Bir də tərəflərin orta nöqtəsindən keçən 4 dənə. Kvadratın 4 dənə. Düzbucaqlının 2 dənə diaqonalından keçən. Bərabəryanlı trapesiyanın bərabəryanlı trapesiyada bir dənə bərabəryanlı trapesiyanın tam ortasından keçir. Bir dənə düzgün 5 bucaqlıda ümumiyyətcə düzgün hər hansı fiqurun tərəflərinin sayı qədər simmetriya oxu var. Tərəflərinin sayı qədər. Düzgün 5 bucaqlının da 5 dənə simmetriya oxu. Bizə də simmetriya oxu daha çoxdur deyə cavab yolu Y var. Düzgün 6 bucaqlı desəydi 6 dənə, 7 bucaqlı desəydi 7 dənə bu qaydada gedirdi. Funksiyanın qrafiki OX oxunu toxunursa, bax bir dənə düşün. Bir dənə düşünək. Qrafik OX oxuna toxunur. Toxunanda şərtimiz nə idi? Bir dənə kökü var. Yeganə kök olanda diskriminant nə olmalıydı? 0. D 0'a bərabər olmalı. İndi D 0'a bərabər olmazsa burada da D bərabərdir B kvadrat çıx 4 AC bərabərdir 0. B'nin yerində duram deyir budur. M çıxılsın 3. M çıxılsın 3'ün kvadratı. Çıxılsın 4 AC çıx A 1'dir C. 6 çıxılsın M. Bərabərdir 0'a. Açaq M kvadrat çıxılsın 2 kere 3 6 M. Üstə gəl 9 çıxılsın 24. Üstə gəl 4M bərabərdir 0. M kvadrat çıxılsın 2M. Çıxılsın 15 bərabərdir 0. Diskriminantı tapaq buradan. D bərabərdir B kvadrat. 4 AC 60 64. M1 2 çıx 8 böl 2 mənfi 3. M2 deməli 10 böl 2 5.
Bizə nüfus OX oxunu formasında M aşağıdakilərdən hansı ola bilər? -3 və 5 ola bilər, amma -3 ödəmir, cavab olur D variantı 5. Ödəyir ha, -3 cavabı yoxdur. 72-də məktəbdəki şagirdlərdən deməli 71 oldu D. Aha. Burada nə deyir? Məktəbdəki şagirdlərin 76 nəfər musiqi dərnəklərinə gedir, 83 nəfər şahmat dərnəklərinə gedir, 24 nəfər isə bu dərnəklərdən hər ikisinə gedir. Venn diaqramı çəkək. Məsələn, Venn diaqramına görə bu olsun tam ki musiqi, bu olsun şahmat. Şahmat. Deməli, 24 nəfər hər iki dərnəyə gedir. 76 nəfər musiqiyə gedirsə, çıxaram 24-ü, 2, 5. 52 nəfər təkcə musiqiyə. 83 nəfər şahmat dərnəyinə gedirsə, 9, 7-dən 2 çıx 5. 59 nəfər təkcə şahmata. Burasını bildik. İndi bizə deyir ki, hər ikisinə gedir, 88 nəfərsə heç bir dərnəyə getmir. Bunlar gedənlərdir. Bax, bu cəm, bu toplam, bu cəm gedənlərdir. Gedənlər sonunda 52, üstə gəl 24, üstə gəl 59. Bərabərdir. 59 üstə gəl 52. Nə verir bizə? Deməli 11, 11, 111. Üstünə də 24 gələndə 5, 5, 3, 1. 135. 135 nəfər gedəndir. 88 nəfər ümumiyyətcə getmirsə, bunda bunun üstünə gəlməliyikdə. 88-i gəlməliyik ki, görək nə verir bizə. 88-də gələndə 3, deməli 11, 12, bu da 2, 223 nəfər. 223 nəfər ümumi məktəbimizdə nə var? Məktəbin içində nəfər şagird var? 223 nəfər şagird var. Əla sual. Ədədlər sırasında modası neçədir? Moda nə deməkdir? Ən çox təkrarlanan. Hansılar təkrarlanır? 25-dən 25 deməli. Modası 25-dir. Tənliyini həll edin. Çarpaz vururuq. 2x üstə gəlsin 1 bərabərdir. 3x çıxılsın 3. Bu tərəfə keçirəm. X bərabərdir 4-ə. Vəssalam. Oldu 4. X 4. Diagonallar 6 və 9-dan rombun sahəsini tanımır. Rombun sahəsi ümumiyyətcə istənilən, bax, ixtiyarı bir dənə 4 bucaqlı çəkirəm. Elə belə. İxtiyarı 4 bucaqlıdır. İxtiyarı 4 bucaqlının, bax, ixtiyarı 4 bucaqlı. Məsələn, bu D1 olsa, bu D2 olsa, burada alfa olsa, S bərabər 2-də 1, D1, D2 vur sinus alfa. Yəni, bu düsturdur, hazır düsturdur. İxtiyarı 4 bucaqlıda bu ödəyir, istənilən 4 bucaqda. Və romb üçün biz nə danışa bilərik? Deməli, rombun bilirik ki, diagonalları nədir? Rombun diagonalları perpendikulyardır. Rombun diagonalları perpendikulyardırsa və sinusunda 90 dərəcədə də 1 aldığı üçün biz buradan S bərabər 2-də 1, vur 6, vur 9, vur 1-ə. 6 kere 9, 54, bu da eləyir 27. Sahəsini soruşmur, bəli, sahəsi oldu 27. 3 işçi müəyyən işi 12 günə. 3 dənə işçi 12 gün işi görür. İşçi sayı 2 dəfə artarsa, 6 işçi olarsa eyni işin işə günə görə x günə. Bax, tənasübü qurduq, amma burada bir məsələ var. Tənasüb düz mütənasiblik yoxsa tərsdir. Burada tərs mütənasib. Səbəb nədir? 3 işçi müəyyən işi 12 günə bitirirsə, işçinin sayı artsa, həmin iş üçün görülən zaman azalmalıdır da. İşçi sayı artır. Məsələn, tutalım ki, sən 100 dənə detalı, məsələn, 5 nəfər işləyirsiniz, 100 detalı 10 günə görürsünüzsə, bu dəfə 10 nəfər işləsəz, yenə 100 dənə detalı aşağı, biraz az günə görərsiniz də. Yəni, hamı eyni gücdə işləyirsə, bu formada olmalıdır. Burada da onda tərs mütənasibidə biz bu formada qarşı-qarşıya vururuq. Yəni 6 vur x bərabər 3 vur 12-yə, x də bərabərdir 6. Cavab oldu 6. 77-də iki düz xəttin kəsişməsindən alınan bucaqlardan 3-ünün cəmi. Bax, iki düz xəttin kəsişir, 3-ünün cəmi 230-dur. Onda 360-dan mən 230-u çıxsam, 130 qalar. Bəli, 130 qalır. 130, bax, bu bucağı görürsən, bura 130 dərəcə qalıb.
Məndən də bu düz xətt arasında 2 bucağı soruşur. Onda bura qalır 50 dərəcə. 50 dərəcə. Sonra dairənin radiusu 12 sm və segmentə uyğun mərkəzi bucaq 60 dərəcə olarsa, segmentin sahəsini hesablayın. İlk növbədə sən başa düşməlisən. Bu dairədir. Segment hansıdır, yoxsa sektor hansıdır? Baxın uşaqlar. Bax bu rənglədiyim hissə, bax. Bu qırmızı rənglədiyim hissəni görürsən, bura. Bax bura olur sektor. Təkrar olsun deyə mən düsturları yazacağam. Bura olur sektor. Elədimi? Sektorun sahəsini tapmaq üçün, sektor radiuslar müəyyən bir alfa bucağı əmələ gətirir də, düzdürmü? Ümumi dairənin sahəsi nədir? Pi r kvadrat. Neçə dərəcəyə? 360 dərəcəyə. Sektorun sahəsi hər hansı alfa dərəcəyə uyğundur. Onda sektorun sahə düsturu olur pi r kvadrat alfa bölünsün 360 dərəcə. Bu oldu sektorun sahəsi. Bunu kiçildə saxlayaq burada. Bu bizə lazım olacaq. İndi gələk segmentə. Bəs segment nədir uşaqlar? Segment budur. Segment isə buradan bu formada bir dəqiqə səliqəli çəkək. Baba. Segment isə indi rəngləyəcəm bax. Segment. Baba bu hissəni görürsən. Bu hissə isə segmentdir. Aydın oldu. Bir dəqiqə. Normal bir dənə düz figur çəkək. Aha. Bu isə nədir? Bu sarı işarələdiyim yer segmentdir. Segment. İndi gəl düşünək. Segmentin sahəsini tapmaq üçün burada alfa bucağı əmələ gətirir. Bu yer. Segmentin sahəsini tapmaq üçün mən sektorun sahəsindən S3 bucağın sahəsini çıxmalıyam mı? Bəli. S3 bucaq haradır bəs? S3 bucağın sahəsi də yox. Görürsən? Mavi yeri çəkdiyim yeri. Burada S3 bucağın sahəsi. S3 bucaq nəyə bərabərdir bəs? 2'də 1 vurulsun, vurulsun sinus alfa. Yəni 2'də 1 r kvadrat sinus alfa. Bu da oldu bize 3 bucağın sahəsi. İndi sektorun sahəsini tapmaq üçün sektor bərabərdir. Sektorun, demək segmenti tapmaq üçün sektoru gətirib qoyuram bura. Sektoru. Deməli buranı silək. Bu hissəyə ehtiyacımız yoxdur. Bunu. Çıxıram bundan da nəyi? S3 bucağı, yəni 2'də 1 r kvadrat sinus alfanı. Hesablayaq görək, bizə nə verir? Dairənin radiusunu verir 12. Dairənin radiusunu verir 12. Bax bu oldu ümumi bizim sektorumuzun sahə düsturu. Bunu bilmirsinizsə və yaxud da tam əzbərə bilirsinizsə, əzbərə ehtiyac yoxdur. Bu əzbərə yadda qalası bir düstur deyil. Pi r kvadrat. Pi vurulsun r 12 144 kvadratı vur. Alfanı verib 60 dərəcə. Çünki mərkəzi bucaq 60 dərəcə. 60 bölünsün 360. Çıxılsın 2'də 1 vurulsun r. Yenə kvadratı 144 vurulsun sinus 60 dərəcədə bizə nə verir? Kökdüş bölünsün 2. Bunlar getdi. Burada qaldı 6. 144'ü 6'ya böləndə 24 pi çıxılsın. Bundan bu getdi. Qaldı 72. Bu da getdi. Qaldı 36. 36 kökdə 3. Yəni bizim cavabımız oldu 24 pi çıxılsın 36 kökdə 3. Mürəkkəb sualdır. Hətta orada segmenti yox, sektoru versə kifayət eləyirdi 9-cu sinif çərçivəsində. Demək olar ki, bu 11-in az qala bloku çərçivəsində sualdır. İndi parabolasının təpə nöqtəsi bu olarsa eni tapın deyir. Parabolanın təpə nöqtəsinin düsturu nədir? M bərabərdir. Mənfi B bölünsün 2A. İndi bu nəyə bərabərdir? Deyir burada verib 2'yə.
mənfi B bölünsün 2A bərabərdir 2'dir. Burada B'nin yerine ne durur? Mənfi M. B'nin yerine mənfi M durur. Mənfi M. A'nın yerine ne durur? 3. A'nın yerinde durur 3. A'nın yerinde 3 durursa onda mənfi. Bunlar mənfilər müsbətə gedir onsuz 2 mənfi. M bərabər 2 3 6 12'ye. M 12'dir. Gətirib yerinə qoysam y bərabərdir 3x kvadrat çıxılsın 12x üstə gəlsin n qaldı. İndi mən burada bax aldığım bu x verdiyi 2'ni təpə nöqtələr budur da 2'ni gətirib x'in yerinə qoysam mənfi 5'ə bərabər olmalıdır. Mənfi 5 bərabərdir. Təpə nöqtə nə deməkdir uşaqlar? Bax məsələn tutan bunun təpə nöqtəsi nə deyir? 2 mənfi 5. Məsələn 2 bura, mənfi 5 bura. Bax təpə nöqtə budur. Bax bu. Yəni bu nə demək? Demək istəyir ki, bu 2b mənfi 5 onsuz da parabolanın üzərindədir. Yəni x'in yerinə 2'ni qoyanda y mənfi 5 alır. Aydın oldu da bizdən də nəyi soruşur? Eyni. Mənfi 5 3 vurulsun 4 çıxılsın 12 vurulsun 2 24 üstə gəlsin n. N bərabərdir mənfi 5 çıx 12 üstə gəlsin 24. Mənfi 5 ilə 12 çıxanda 17 cavab elədi 7. N oldu 7. Bu da elə. Bu da nisbətən mürəkkəb sualdır. Tillərin uzunluqları nisbəti 2 3 4 olan düzbucaqlı paralelipedin. Bir dənə paraleliped çəkək. Bir dənə paraleliped çəkək deməli. Yəni düşünmürəm ki 9'un buraxılışın bu yazılı tipliləri bu qədər düzü yazılı tiplərində də nisbətən yaxşı biraz mürəkkəb suallar olur. Amma yəni ümumi bu qədər çətin səviyyədə düşməyi ağlım şey kəsmir. Biraz absurd məsələdir. Uzunluqların nisbəti 2 3 4 olan düzbucaqlı paraleliped. Yəni 2K, 3K və 4K'dır. Həcmi nədir bunun? 2K vur 3K vur 4K bərabər 192'ye. 2 3 6 6 4 24. 24K kubu bərabər 192. 192'nin 24'e böləndə 8 düşür. K kubu eləyir 8. Onda K nədir? 2. K 2 idisə bura 4 olur. Bura 8 olur. Bura 6. Tam sətin sahəsi S tam sət bərabər 2 vurulsun. 4 kere 8 32 üstə gəlinsin. 8 kere 6 48 üstə gəlsin 4 kere 6 24. 32 ise 48 nə eləyir? 80. 80 üstə 24 104 vur 2'ye. 2 kere 4 8 2 kere 0 0 2 kere 1 2. Cevap oldu 208. 81. sualda bizdən nə istəyir? 81. sual üçün hazır düstur var. Amma gəl baxaq görə bizdən. Hazır düstur belədir ki, S, A, Y, F bərabərdir 8'də 3 S, A, B, C, D'yə. Baxaq ki, bundan alınacaq mı bu? Tərəflərin nisbəti 2, 3 və perimetri 80 olan. Tərəflərin nisbəti 2K, 3K'dırsa, perimetrdə P bərabərdir 2 vurulsun, 2K üstə gəlsin 3K, yəni 10K. 10K bərabərdir perimetri 80'dir. K nə oldu? 8. K 8'dirsə tərəflər AB tərəfi oldu 16, AD tərəfi oldu 24. Belə. Sonra nə deyir? B təpəsindən çəkilmiş hündürlüyü 11. Bu B təpəsindən hündürlük çəkilmiş. Mənim hündürlük niyə bərabər lazımdır ki? Hündürlük lazımdır ki, paralelogramın sahəsini tapasan. S paralelogramın sahəsi, yəni A, B, C, D paralelogramın sahəsi 11 vurulsun 24'e bərabər. 24'e 11'e vuraq. 1 kere 4 4, 1 kere 2 2. 1 kere 4 4, 1 kere 2 2. Deməli 4 6 2 264. 264 sahədir. 264 paralelogramın sahəsidir. Aha, buranı siləyək, buraya artıq ehtiyac yoxdur. 264. Bunun başqa yolu da var. Bir dənə 264 vurulsun 8'də 3. Baxaq ki, normal cavab versə, cavabımız o olacaq.
Deməli 3 kere 8 24, 24-də yenə 3, 33, 99. Hələ bu düsturdan hesablamaq olur. Cavab 99 olur. 99'dur. Yəni 803 hesab D. 264 vurursun 803 yazdım 99. İndi gəlin belə deyək. Yaxşı, tutalım ki bu düsturu bilmirsən. Yadından çıxıb başqa cür nətər tapa bilərsən. İndi yazacağım sual yazacağım üçün nisbətən biraz çətin xassədir, amma lazımalı hissədə. Mən indi yazacağımı sən öyrənsən, məsələn səndən tutalım ki bunu istəyə bilər. Məsələn A, B, A, B, E-ni istəyə bilər və yaxud da ki E, F, C-ni istəyə bilər. Bunların hər hansı birini istəyə bilər də. İstədiyin birini tapa bilmək üçün yazacağım bu üsulu mütləq bil. Mütləq bil. Bax, bura bir dənə alfadırsa, ümumilikdə sinus alfadır. Elədimi? Və biz bilirik ki, ümumi olaraq, bax bu sinus alfa ilə bu sinus beta bir-birinə bərabərdir. Məlumu nətər olur ki, kör bucaqdan iti bucaq sinus 30 dərəcə ilə sinus 150 dərəcə bir-birinə bərabərdir. Başa düşdünüz? Çünki sinus ikinci rübdədə, birinci rübdədə müsbət verir və eyni qiymətlərə sahibdir. Ona görə sinus alfa, yəni paralelogramın iti bucağına, kör bucağına sinusları həmişə ədədi qiymətcə bir-birinə bərabər olur. Bucaqçı olmasa da ədədi qiymətcə. Məsələn, sinus 45 isə digər sinus 135 isə bir-birinə bərabər olur. Tərəfləri nə tapmışdıq biz? Deməli 10K 80 idisə, K 8 idisə, 2 kere 8 16, 3 kere 8 24. Tərəfləri 16, 24 tapmışıq. İndi bizə şərtlədik ki, BE EC-yə bərabərdir. Bərabərsə demək yarı bölür 12 olur, 12 olur. Buradan eyni zamanda 16-dırsa 8 olur, 8 olur. Çünki CF FD-yə bərabərdir. Görə buraya yazacağım üsuldan 99 cavabını alacaq mı biz? Yəni tam olaraq 99 cavabına görə deyirəm. Bura alfadırsa, bax, gəl belə danışaq da. Paralelogramın ümumi sahə düsturu nətərdir? Burada sinus alfadır da. Bax, bu sinus alfa. Sinus alfa da yaza bilərik, sinus A da yaza bilərik. Fərqi yoxdur. S bərabərdir. 16 vur 24 vurulsun sinus bucaq A'ya. S'i də bilirik ki 264. 264-dən 24 ixtisar gələndə bayaq 11 qalmışdı. Yəni 11'i vurmuşduq da 24'e. Sinus bucaq A nəyə bərabər olur? 11 böl 16'ya. Sinus bucaq A 11 böl 16'dırsa sinus bucaq B də elə 11 böl 16'dır. İndi üç bucağın gəlin üç bucaqların sahəsini tapaq. Üç bucaqların. Məsələn, burada S, A, B, E üç bucağının sahəsi nəyə bərabər? 2'də 1 vur 16 vur 12 vur sinus bucaq B. Sinus bucaq B'də 16 böl 11 tapmışıqsa 16 böl 11 yazıram. 16'lar gedir. 16'lar bir dəqiqə. 2'də 1 də var da. 2'də 1 16. 16'lar gedir. Bunlar da gedir. 6 qalır. 66. Bax buranın sahəsi oldu 66. Düzdür. Keçdik indi EC'ye, S, E, C, F'ya. Burada 2'də 1 vurulsun, 12 vurulsun, 8 vurulsun sinüs bucaq alfa. Sinüs bucaq A da C də bir-birinə bərabərdir. 16'da 11. Bu 2 ilə 12 getdi 6 qaldı. 8'dən 16 getdi 2 qaldı. 2 ilə 6 getdi 3 qaldı. 33. 33. Bax buranın sahəsi olur 33. Bunu da silək. Buna da artıq ehtiyacımız yoxdur. 24 8 S A D F. Yenə 2'də 1 vurulsun 24 vurulsun 8 vurulsun sinüs bucaq D sinüs bucaq B'ye bərabərdir. 16'da 11'dir. Bu getdi 12, bu da getdi 2, yenə bu getdi 6, yenə 66 qaldı. Bura oldu tezədən 66. İndi buradan S, A, B, C, D hansı figurlardan ibarət olur? 66, 33, 66 və bu qara sahə, X, A, Y, F.
X 264-ə bərabərdirmi? X də bərabər 66 üstə 66 gələndə üstəgə 66 2 132. 132 üstə 33 gələndə 5 165. 264-dən 165 çıxan 14-dən 5 çıxanda 9 9 0 x oldu 99. Bəli. Deməli elə o düsturu tam ödəyir. 99 oldu buranın sahəsi. Bu düstur, yəni bu düstur doğrudur. Və bu rənglədiyim bu düstur doğru düsturdur ki, şərti ödəyin. Diyorlar da düsturu yaddan çıxar. Bu xassilə gedə biz, bu xassi düzdür. Biraz mürəkkəb xassədir, amma çox gözəl bir şey var ki, neçə yerə bölsün. Məsələn, bu figurların, məsələn, ABY-ni soruşsaydı biraz tapmamız çətinlik çəkəcəyik. Amma görürsünüz ki, rahatçılıqdan bu qaydada tapmaq olur. Belə uşaqlar, suallar bitdi. Yəni qapalı suallar o dərəcədə çətin değildi. Təbii ki, qapalı sualların içərisində var idi nisbətən biraz mürəkkəb tipli suallar. Xassəni bilib yazılası suallar idi. Bu açıq suallar demək olar ki 73, 74, 75 bunlar ümumiyyətcə çətin değildi, amma yazılı tələb olunan suallar xeyli dərəcədə demək olar ki çətin suallar idi. Bunların içərisində biraz nisbətən sadəsi 80 idi. Qalanlar mürəkkəb tipli suallar idi. Belə uşaqlar, uğurlar sizə, hələlik.